207 nömrəli məktəbin direktoruna məxsus səs yazısının yayılmasından sonra ölkənin demək olar ki, bütün media resursları Elm və Təhsil naziri Emin Əmrullayevi kəskin tənqid etməyə başladı. Lakin aparılan qısa araşdırmalar nəticəsində məlum oldu ki, bu cür məsələlərə birbaşa Elm və Təhsil Nazirliyi deyil, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavabdehdir. Məlumata görə, həmin agentliyin strukturunda diqqət çəkən bir şəxsin, Arslan Hacıyevin adı önə çıxır. O əvvəllər Azərşəkər şirkətində satış meneceri vəzifəsində çalışıb. Sonradan Qazax Tovuz Regional Təhsil İdarəsinə rəhbər təyin olunub. 2024-cü ilin noyabr ayında isə Eşqi Bağırovun əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin Təşkili şöbəsinin müdiri vəzifəsinə gətirilib. Daha sonra Eşqi Bağırovun təqdimatı ilə Müttanın direktor müavini təyin olunub. Təəssüf doğuran məqam ondan ibarətdir ki, Arslan Hacıyev təhsil müəssisələrini bir növ satış məntəqəsinə çevirməkdə ittiham olunur. Onun regional təhsil müdiri olduğu dövrdə həyata keçirdiyi bu təcrübələr bugün bütün ölkə üzrə məktəblərdə tətbiq olunur. Hazırda bir çox məktəbdə son zəng tədbiri üçün valideynlərdən pul yığılır. Müəllimlərə isə ödəniş qarşılığında dərs saatları satılır. Bu hallar təhsil sistemində ciddi narazılıqlara səbəb olur. Cəmiyyət haqlı olaraq hesab edir ki, Elm və Təhsil naziri Emin Əmrullayev bu məsələni də nəzarətə götürməli, müvafiq araşdırmalar aparmalı və nəticə olaraq satış menecerliyindən təhsilə gətirilmiş, lakin sahəyə dair yetərli bilik və təcrübəsi olmayan şəxsin təhsil sistemindən uzaqlaşdırılması üçün zəruri addımlar atılmalıdır. Qeyd edək ki, xəbərlə bağlı məlumat Patrul.az saytında yer alıb.